Selamun Aleyküm. Qonşu həyətdə yerləşən bu villanın fasadındakı kermoqran işlərimizi tamamladıq. Bu həyətdə gördüyünüz evdə tavanların kompozit panellərlə üzlənməsi xidmətini bizə təklif elədilər və indi həmin işlərdən sizə görüntüləri təqdim edirəm. Bura manqalxananın tavanıdır. Kompozit panellərlə işləndi. Plintuslar da vuruldu. Bu paneller suya davamlı materialdır. Fasad üçün nəzərdə tutulub. Əyilmir, qalın materialdır. Əsl fasad üçün, tavan üçün yararlı bir materialdan hazırlanıb. Bura evimizə bitişik olan hissədir. Tavanda kompozit işlərimiz tamamlandı. İndi isə plintusların vurulması prosesi gedir. Plintuslar tavanın görüntüsünü daha da gözəlləşdirir. Gəlin sizə tam görüntünü təqdim edeyim. Həqiqətən də gözəl çıxdı. Ustalarımızın əllərinə sağlıq. Bu da həyətin giriş hissəsi, qaraj hissəsidir. Kənarları açıq olan, üst-üstə bağlı olan tikilinin tavanının bu kompozit panellərlə işlədik. Daha hələ plintuslar quraşdırılmayıb. Belə isə buyurun, xoşunuza gəldisə bizimlə əlaqə saxlayın. Evlərinizi bitişik olan naveslərin tavanlarını və yaxud da eyvanların tavanlarını bu kimi kompozit panellərdən yığmaq istəyirsinizsə bizə müraciət edin, daha ətraflı sizə məlumat verək. Həmçinin də bu kimi tavanları kermoqranit daşlardan da yığa bilirik. Zövqə görə. İstəyən kompozit paneldən, istəyən isə kermoqranit tavandan sifariş verə bilər.